Yatan şəbəkə sahibkarlarına burada müraciət etmək istəyirəm. Dostlar, mən əminəm ki, kimlərsə 1 ildir, 2 ildir, 6 aydır bu işdədir və sizdə ümumiyyətlə heç bir nəticə yoxdur. Ya da ki, varsa da sadəcə minimaldır. Dostlar, mən anlayıram. Hər kəsin bu sahədə öz böyümə sürəti var və hər kəsin öz tempi var. Amma əgər 1-2 il ərzində sizin kiçik nəticələriniz varsa, deməli, böyük ehtimalla siz bu biznesi ciddi qəbul etmirsiniz. Sizə demək istədiyim odur ki, dostlar, mən bir şey müşahidə etdim. Əsasən kiçik nəticəsi olan insanlar hər şeyi təkcə motivasiya ilə edirlər. Onlar hər şeyi yalnız enerji, əhvalları olanda və ya rəhbərləri onlara təkan verəndə edirlər. Sadəcə təsəvvür edin. Əgər siz bu biznesi 100% güclə etsəydiniz, artıq pulla qazanardınız və xəyal etdiyiniz həyatı da yaşayardınız. Bu biznesi yalnız əhvaldan əhvala görməyi dayandırmalısınız. Bu biznesi həftədə bir dəfə görməyi belə dayandırmalısınız. Burada hər gün işləmək lazımdır. Əgər kontakt siyahın yoxdursa, küçəyə çıxmalısan. Nə bilim ya, kontent hazırlamalısan, sosial şəbəkələr vasitəsilə insanları cəlb etməlisən. Amma hər gün işləmək lazımdır, dostlar. Və siz yatdığınız müddətcə biz hər gün həmən insanları öz strukturumuza daxil edirik. Halbuki onlar əslində sənin strukturunda ola bilərlər. Ona görə də bu bazarı ya biz tutacağıq, ya da sən. Odur ki, o yan.